Hamı oxuyur da bu duanı. Yəqin ki, minimum bu duanı heç olmasa oxuyun hər gün. Bu duaları. Allahümme ksu kulla uryan. Deyir, ilahi, bütün çılpaqları geyindir. Yəni, mən təkcə öz dərdimdə deyiləm. Bütün çılpaqlar, deməli, arzulayıramsa geyinsin. Deməli, geyinməkdən təkcə yox, həm də geyindirməkdən ləzzət alıram. Allahümme şbi' kulla ca'i'. İlahi, bütün acları doyuzdur. Yəni, mən təkcə özüm tox olanda sevinmirəm. Yemək yiyeyim, keyfim kök olsun. Yox, mən xoş deyirəm ki, bir yetim uşağı öz əlimlə yemək verim və baxım şad olun. Yeməkdən çox yedizdirməkdən sevinirəm. Bu, müsəlman ruhiyyəsidir. Bu, sevinc və qəmin əsasıdır. Allahümme fukka kulla əsir. Bütün əsirlər var İslam dünyasında. Əsirlər var, o əsirləri azad elə. Bütün əsirləri deyirsən azad elə. Bu, insanın əhval ruhiyyəsidir. Bu, insanın mənəvi səviyyəsinin göstəricisidir. Ramazan ayında bir ay oruç tutursan, deyir, kim oruç tutsa, fitrə zəkatı verməsə, orucu qəbul deyil. Niyə? Çünki başqaları mövzusu gəlir. Özünlə kifayətlənmə, bəs başqaları bayram eləməsin, başqalarını sevindirməyəcəksən, sevincin bunu olmalı ki, başqalarını da sevindirəsən, şad eləyəsən. Ramazan ayı bu halı yaratmalıdır. Dualarına baxın, necə əzəmətdir. Gündəlik duasına baxın, Allahümme əslih kullə fasidin min umuril muslimin. Adamın duasının böyülüyünə bax. İlahi, müsəlmanların işində olan bütün fəsadları islah elə. Müsəlmanların işlərində, yəni mən ümmətin dərdini çəkirəm Ramazan ayında, yəni ümmətin fikrindəyəm və gör duama bax, oturmuşam deyirəm, ilahi, müsəlmanların işində olan bütün nöqsanları düzəld, həyatında olan bütün çatışmazlıqları aradan qaldır və dua eləyirəm, dua təkcə kör-körana dua eləmək deyil, yəni islah elə, müsəlmanların işlərini düzəld və mən də bu prosesdə iştirak eləyim, mən də islah prosesində iştirak eləyim.